Salam, hər vaxtınız xeyir olsun, hörmətli tələbələrim. Hər birinizi xoş gördük. Ə, Bizim bugünkü mövzumuz bank işi fənnindən, deməli, bankların passiv əməliyyatları adlanır. Mövzunun planı və ekranda slayd təqdim olunmuşdur. Və mən bugün passiv əməliyyatlar haqqında sizə geniş məlumat verəcəm. Ümumiyyətlə, passiv əməliyyatlardan danışaraq, ümumi məlumat kimi deyim ki, bunlar nədir? Birmənalı olaraq banklar tərəfindən vəsaitlərin cəlb olunması və resurslarının formalaşması üzrə əməliyyatlardır. Cəlb olunması, yəni borc götürülmüş vəsaitlər, deməli, passivlərdir. Və nəzərinizə çatdırım ki, bu əməliyyatların köməyi ilə banklar mənfəət əldə etmək məqsədi ilə həm kreditin verilməsi, qiymətli kağızlara sərmayə qoyuluşu üçün vəsait toplayırlar. Bir mənalı olaraq, yəni bankın biz tərifinə varsaq, orada açıq şəkildə deyilir ki, tərifdə bank depozitlərin cəlb olunması, məhz passivlərin yerləşdirilməsi nəzərdə tutulur. Yəni borc götürülən deməli vəsaitlər əsasında kreditlərin verilməsi, qiymətli kağızlara sərmayə qoyuluşu və sair deməli mənfəət gətirən əməliyyatlar baş verir. Bir mənalı olaraq nəzərinizə çatdırım ki, yəni aktivlərin belə deyək, hərəkətə keçməsi məhz passivlərin yerləşməsindən asılıdır. Və buna görə də hər bir kommersiya bankı çalışdıqca, bacardıqca öz resurs bazasını genişləndirməlidir və hər zaman əməliyyat xidməti sahəsində yeniliklər əldə etməlidir. Belə desək, düzgün olar ki, yəni axtarışda olmalıdır. Bizim birinci sualımız kommersiya banklarının xüsusi kapitalının formalaşmasıdır. Xüsusi kapital nədir? Yəni öz növbəsində ümumiyyətlə bankın resursları iki mənbədən ibarətdir. Xüsusi dedikdə, yəni sırf bankın özünə məxsus olan vəsaitlərdir. Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapitalı, ehtiyat kapitalı, digər fondlar, bölüşdürülməmiş mənfəət və digər deməli özünə məxsus olan belə deyək də vəsaitlər aiddir. Səhmdar kapitalı bildiyiniz kimi səhmdar cəmiyyətin yaradılarkən, yəni bankın özü yaradılarkən səhmdarlar tərəfindən qoyulan vəsaitdir. Və bunu sizə xatırladım ki, hər birimiz bilməliyik ki, hər bir kommersiya bankının deməli nizamnamə kapitalı, yəni səhmdarlar tərəfindən yerləşdirilmiş kapitalın həcmi müasir dövrdə 50 milyon manat müəyyən edilmişdir və bu həcmi Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Xüsusi kapitalın deməli özünə məxsus cəhəti ondan ibarətdir ki, onun məbləği ümumi məcmu kapitalın az bir hissəsini təşkil edir. Yəni ümumi bankın belə deyək də məcmu vəsaitlərinin az bir hissəsini 10-15%-ni təşkil edir. Bu düzdür, müəssisələrdə daha çox faiz təşkil edir, 45-50%-ə çatır, amma göründüyü kimi banklarda 10-15%-ə çatması onunla izah olunur ki, bankın özünün şəxsi belə deyək də vəsaitləri borc alınmış vəsaitlərdən dəfələrlə azdır. Və xüsusi kapitaldan danışarkən mən onun deməli funksiyalarını da sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci funksiya, kapitalın birinci funksiyası müdafiə funksiyasıdır.
Nədir müdafiə funksiyası? Müdafiə funksiyası, yəni belə deyək, bank resurslarının 90%-ə qədərini əmanətçilər tərəfindən maliyyələşdirilməsinin müdafiə edir. Yəni ola bilər ki, bank ləğv ola bilər və yaxudsa hansı səbəbdənsə fəaliyyətini dayandıra biləcəyi halda əmanətçilərə dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Yəni yenə tərifə qayıdırıq. Dediyim kimi bankın əsas məqsədi kommersiya bankının depozitləri yerləşdirməkdir, borcları yerləşdirməkdir və bu borcların müdafiə olunması məhz müdafiə funksiyasının belə deyək öhdəsinə düşür. İkinci funksiya operativ funksiyadır. Hər bir kommersiya bankına normal, səmərəli fəaliyyətə başlamaq üçün start kapitalı lazım olur. Bu bizim bayaq adını çəkdiyimiz, deməli, səhmdar kapitalıdır. Və bu kapital vasitəsilə bina, qurğular, torpaq sahələri, texniki vasitələr almaq, həmçinin nəzərdə tutulmayan deməli, bəzi məsələləri həll etmək üçün vacibdir. Səhmdar kapitalı, yəni səhmdarlar tərəfindən deməli, formalaşmış kapital, start kapitalı ona görə adlanır ki, hələ bankın işə salınması üçün vacib olan sadaladığım həmin bu məsələləri həll edə bilsin. Xüsusi kapitalın üçüncü funksiyası tənzimləmə funksiyasıdır. Tənzimləmə funksiyasının məqsədi nədir? Bu funksiya vasitəsilə deməli, mövcud qanunlar, qaydalar, icra mexanizmləri deməli qorunur və dövlət orqanlarının bu qanunların nə dərəcədə, hansı səviyyədə yerinə yetirilməsinə nəzarət imkanları yaradılır. Son dövrlər təhlillər əsasında isbat olunmuşdur ki, bankların nizamnamə kapitalının 70%-dən çoxu maddi aktivlərin payına düşür. Bu nə deməkdir? Əslində biz əgər deyiriksə, bankların nizamnamə kapitalı 50 milyon manat həcmində müəyyən edilmişdir. Yəni 50 milyon manat sırf pul vəsaiti, bilirsiniz ki, burada səhmlər şəklində iştirak edir vəsaitlər. Pul vəsaiti şəklində deyil, 50% maddi aktivlərin payına düşür, 50% isə deməli pul vəsaitinin payına düşür. Amma son dövrlər artıq təhlillər nəticəsində məlum olunmuşdur ki, 50%-dən çox, 70%-dən bəlkə də çox, yəni maddi aktivlərin payına düşür. Bu nə deməkdir? Bunun nəticəsi nə ola bilər? Bu vəziyyət bankların deməli vəsaitlərinin kredit resursu kimi istifadə imkanlarını azaldır. Eyni zamanda ödəmə qabiliyyətini və likvidliyini deməli azaldır, zəiflədir daha doğrusu. Yəni nizamnamə kapitalında qeyri-maddi aktivlərin payı çox olduğu halda belə hallar deməli baş verə bilir. Amma bank likvidli olmalıdır, güclü olmalıdır. Likvidliyi güclü olan banklar, yəni zəifləməsi ehtimalı çox azdır. Bizim ikinci sualımız qiymətli kağızların emissiyasıdır. Nəzərinizə çatdırım ki, bankların cəlb olunmuş vəsaitlərinin bir hissəsini də, yəni borc öhdəlikləri qiymətli kağızlar şəklində olan deməli vəsaitlər təşkil edir. Depozitlərdən fərqli olaraq bu vəsaitlər bazarda satış yolu ilə əldə olunur. Nədir qiymətli kağız? Siz bunu maliyyə fənnindən də keçmisiniz. Deməli, hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, bu sənəd olmadan həmin hüquq
əldə edilə bilməz, həyata keçirilə bilməz və yaxud başqa şəxsə verilə bilməz. Əgər verilirsə, deməli ona məxsus olan bütün hüquqlar da həmin şəxsə keçir. Deməli, banklar öz passivlərini formalaşdırmaq üçün səhim, qiymətli kağızlar haqqında danışıram, onların adlarını sadalayıram. Səhim, istiqraz, sertifikat, veksel kimi deməli qiymətli kağızların buraxılmasından istifadə edir. Səhim nədir? Banklar tərəfindən buraxılan qiymətli kağızdır. Səhim emissiyası nəticəsində banklar ilkin olaraq öz kapitalını, yəni səhmdar kapitalını, bayaq dediyim kimi nizamnamə kapitalını formalaşdırır. Daha sonra isə bank fəaliyyət göstərdikcə, deməli, onun mənfəəti nəticəsində nizamnamə kapitalının, yəni səhmdar kapitalının həcmini artırır. Səhmlər deməli öz sahibinə bu hüquqları verirlər. Birincisi, mülkiyyət hüququnu, ikincisi, səhmdarın, üzr istəyirəm, səhmdar bankın idarə edilməsində iştirak etmək hüququnu, slayda baxsanız bunu açıq şəkildə görəcəksiniz. Deməli, üçüncü, mənfəətin bir hissəsinin dividend şəklində almaq və sonda bazarda qiymətli kağızlar satmaq hüququnu verir. Növbəti qiymətli kağız istiqrazlar haqqında deməli məlumatlanacağıq biz. İstiqraz qiymətli kağızların geniş yayılmış formalarındandır və mən sizə çatdırmaq istəyirəm ki, qiymətli kağızların ən çox işlək növlərindən biri səhmlərdir, digəri isə müasir dövrdə, yəni istiqrazlardan istifadə olunmasıdır. O emitentin borc öhdəliyidir. İstiqraz səhmdən fərqli olaraq ödənilmə müddətinə malikdir. Yəni, istiqraz üzrə faizlər, dividendlərin hesablanması və ödənilməsinə qədər verilməlidir. Emitent iflasa uğradıqda isə onun əmlakı ilk növbədə emissiya olunmuş istiqraz üzrə borcların ödənilməsinə yönəldilir. Sertifikat haqqında danışsaq, bir dəqiqə mən slayda baxım. Sertifikat haqqında biz danışsaq, deyə bilərik ki, sertifikatın sahibi, deməli, onun tərəfindən müəyyən olunmuş məbləğin emitentə ödənilməsi haqqında qərar verən, təsdiq edən maliyyə sənədidir. Sonra, deməli, slayda baxaq, depozit, əmanət. Depozit, əmanət sertifikatlarından bir söhbət açacağıq. Depozit, deməli, sertifikatlarının bu formaları vardır. Tələb olunanadək, yəni bu forma üzrə depozitlər bankdan istənilən vaxt tələb olunan vaxta götürülə bilər və yaxud müddətli. Bu forma üzrə depozitlər banklardan şərtləndirilmiş müddətlərdə götürülə bilər. Əmanət sertifikatları, bunlar isə deməli müddətli, bu forma üzrə depozitlər banklardan şərtləndirilmiş müddətdə götürülə bilən deməli hissələrdir. Veksel müəyyən qaydada yazılı şəkildə tərtib olunan borc öhdəliyi formasıdır. Veksel verdiyi şəxsə onun üzərində göstərilmiş vaxtda müəyyənləşdirilmiş şərtlər daxilində borcları almaq hüququnu da verir. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bank işi elə bir sahədir ki, onu yalnız nəzəri biliklər kimi əldə etmək deyil, hər bir vətəndaşın müasir dövrdə, yəni öz hüquqlarını bilməsi kimi qiymətləndirilir. Depozit sertifikatlarından danışarkən mənim yadıma bir məqam düşdü. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, depozit kimi qoyulan məbləğlər, yəni bank tərəfindən tam hesablanmış faizləri ilə
alınır, yəni geri alınmalıdır. Lakin belə bir maliyyə hadisəsi ola bilər ki, devalvasiya şəraitində və yaxud yüksək inflyasiya, yəni qeyri-sabit maliyyə şəraitində faizlərə zəmanətlər verilmir. Yəni bunu mən sizə bildirməkdən məqsədim odur ki, ümumiyyətlə banklarda depozit qoyarkən, əmanət yerləşdirərkən, yəni əsasnamələ yaxından tanış olasınız və bu məqamları, yəni belə deyək, mənimsəyəsiniz. Vekseldən danışarkən biz onun növləri haqqında da məlumat verməliyik. Biz bunu slaydda görürük. Deməli, adi veksel, köçürmə vekseli, təyinatlı veksel, xəzinə vekseli, etiraz edilmiş veksel, təqdimatlı veksel, müddətli veksel və s. Ən əvvəl veksellər öz xarakterinə görə isə deməli, ilkin olaraq əmtəə və maliyyə veksellərinə ayrılırdılar və sonralar gördüyünüz kimi bunların növləri artıraraq, belə deyək, çeşidləri çoxalmışdır. Əmtəə vekseli əmtələrin hərəkəti ilə, maliyyə vekseli isə pul vəsaitlərinin hərəkəti ilə deməli bağlı olan veksellərdir. Banklar ancaq maliyyə veksellərinin emissiyası ilə məşğul olurlar və qiymətli kağızların emissiyası prosesi buna uyğun olaraq deməli bir neçə mərhələni əhatə edir. Nəzərinizə çatdırım ki, köçürmə vekselinin verilməsi deməli və yaxud köçürülməsi prosesində 3 şəxs iştirak edir. Birinci, veksel saxlayan və ya trassant. İkincisi, vekseli ilk əldə edən sahibi. Veksel saxlayan, deməli, remitent adlanır. Veksel olaraq o, ödəməni tələb etmək hüququnu əldə edir. Növbəti isə ödəyici və ya trassat. Üçüncüsü isə köçürmə veksellərində trassat adı veksellərdəki deməli, veksel verən rolunu oynayır. Və ona görə də həmin tərəf veksel üzrə məbləği ödəməli olur. Növbəti sualımız bank veksellərinin emissiyasıdır. Burada banklar tərəfindən qiymətli kağızların emissiyası prosesinin mərhələləri göstərilmişdir. Yəni, birinci mərhələ emitent tərəfindən qiymətli kağızların buraxılışı barədə qərarın qəbul edilməsidir. İkinci mərhələdə isə emissiya prospektinin hazırlanmasıdır. Üçüncü mərhələdə qiymətli kağızlar buraxılmasının və emissiya prospektinin qeydiyyatıdır. Dördüncü mərhələyə emissiya prospektinin və qiymətli kağızın buraxılışı haqqında məlumatın dərc edilməsidir. Beşinci mərhələdə qiymətli kağızların satışı reallaşdırılır. Altıncı mərhələdə isə buraxılışın yekunlarının qeydiyyatı deməli və nəşri aparılır. Bizim sonuncu sualımız cəlb olunmuş vəsaitlərdir. Yəni, borc götürülmüş vəsaitlərdir. Biz mühazirənin əvvəlində müəyyən qədər deməli, məlumat verdik və ilk növbədə dəfələrlə demişəm, bankın tərifindəki məqamları yadımıza salsaq, görərik ki, bankın ilk addımı, Kommersiya Bankının ilk addımı məhz depozitləri yerləşdirməkdən ibarətdir. Sadə dildə desək, nə qədər borc götürə bilsən, o qədər də mənfəət əldə edə bilərsən. Cəlb olunmuş vəsaitlər həm depozitlərə, həm də depozitdən kənar olan vəsaitlərə bölünürlər. Bir daha depozitlərin növləri ilə mən sizi tanış edim. Tələb olunan ədəd depozitlər, müddətli depozitlər, əmanət yatırımları, qiymətli kağızlara olan yatırımlar. Depozitdən kənar cəlb edilmiş vəsaitlər
bank tərəfindən istiqraz şəklində və ya özünün borc öhdəliklərinin pul bazarında satışı yolu ilə əldə edilmiş ehtiyatlardan ibarətdir. Onlar depozit bazarında müsabiqə əsasında, yəni əldə edilməsi ilə fərqlənirlər və deyim ki, əsasən iri banklar tərəfindən istifadə olunan vəsaitlərdir. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.